Salam, hər birinizi xoş gördük. Dəyər yayınlarının 21 dekabrda keçirilmiş olduğu sınaq imtahanından 9-cu siniflərin ingilis dili suallarına baxaq. 5-ci sualdan başlayaq. 5-ci sualda doğru cavab olacaqdır. Deməli, Y variantı. Bir də E təkdə wake S apostrofu cəmdə veribdir, ona görə yanlışdır. 3-də Smith soyadlardır, qabağında Z artiklı var, S apostrof olardı, ona görə cavabımız 2-4 olur. 6-cı sualda çayların qabağında demişdik ki, Z artiklı olur və ölkənin qabağında boşluq olur. Z boşluq olan 6-da B variantı olur. Getdik digər suallara. 7-ci sualda doğru cavab olacaqdır. C variantı. Feildən sonra obyekt əvəzliyi gəlir, zem gəlməlidir. Sonra books ismi var, özündən qabaq yelik olmalıdır və asılı. Deməli, müəllim onlara dedi ki, özlərinin kitablarını açsınlar. Z books deyərsən, yəni C variantı. 8-ci sualda deməli, onların atası evə gələndə onlar filan şeyə, televizora baxırdı. Keçmiş davam edici zamanla uzlaşdırırıq, yəni D variantı. 9-cu sualda qatar deməli gecikir, təxirə düşübdür. O hələ də stansiyadan çıxmayıbdır. Bitmiş zaman görünür burada. Məna baxımından cavab Y variantı. 10-cu sualda mənim çamadanım çox ağırdır, narahat olma, mən sənə kömək edəcəm deyirəmsə, gələcək zaman deyəcəm, yəni I will help olacaqdır. Ani qərar formasında demişdik ki, will istifadə olunur. 11-də sit cəmdədir və sayıla biləndir. 10-dan sonra da only if you olur, only if you olmur. Digərləri sayıla bilməyənlə olur və 10-dan sonra a lot of gəlmir. Cavab B variantı. 12-ci sualda graduated from university olur və moved to another city. From-dan to olur, sözünün mövzusudur. 13-cü sualda doğru cavab olacaqdır. Deməli, construct qurmaqdır. Bizdən şərtdə əks mənalısını istəyir. Ruin korlamaq, destroy korlamaqdır. Construct da qurmaqdır. Deməli, cavab 2-4, yəni Y variantı. 14-cü sualda consist of ibarət olmaq deməkdir. Komanda 5 oyuncudan ibarətdir deyib, burada B-ni götürürük. 15-ci sualda definitionları birləşdirəcəyik. Deməli, approve bəyənməkdir. Yəni, nəyəsə müsbət bir rəy verirsən, 1-ə B düz gəlir. Last davam etməkdir. 2-yə də C düz gələndə 1B, 2C olan cavab C variantı olur. 16-cı sualda yaxın mənalını soruşur şərtdə. Close meaning, recommend, advise. İkisi də məsləhət vermək deməkdir, yəni C variantı. 17-də doğru cavab 1-2 olacaqdır. Good və lovely sifəti gələcək sounddan sonra. 18-də short textdə diqqətli oluruq. Y-yə baxırıq. Bu cəket, pencəklər ucuz olacaq əgər ayaqqabı alsan. Cümləyə baxırıq. Ayaqqabı alsan 20% endirim var. All jackets, bütün jaketlərə, yəni pencəklərə. Cavab oldu Y variantı. 19-da əziz dostlar, yazanlar da Emma və Paul yazıbdır. D-yə baxırıq. Emma, Paul istəyir ki, onları yerinə evə köçməklərini qeyd eləsinlər. We are happy to invite you to our housewarming party. Yəni, evimizi görmək üçün partiya dəvət edik sizi deyir. Ona görə D oldu cavabımız. 20-ci sualda cümləmizdə B-yə baxaq. James tarix kitabını Martindən borc aldı deyir. Cavab B olur. Baxaq. Salam Martin, təşəkkür edirəm ki, tarix kitabını mənə borc vermisən deyir. Ona görə doğru cavab oldu B variantı. Digər sualların cavablarını birazdan şərh bölməsinə qeyd edəcəm. Reading və listening-i. Şərhə plus qoysanız, hazır olan kitabda sizə bildiriş göndərəcəm. Sonra girib şərhdən yoxlaya bilərsiniz. Hər birinizə uğurlar olsun.